Elçin müəllim, Zəngilanda cənab prezidentin ifadəsini bir daha səsləndirmək istəyirəm. Belə bir cümlə işlətdi ki, biz bir halda hərəkətə keçə bilərik ki, Ermənistandan təxribat gəlsin, revanşistlər hakimiyyətə gəlsin və onda erməni xalqının başı ağrıyacaq. Erməni xalqının da başı ağrımaması üçün Aqil müəllim dediyi kimi o sülh istəyir. O sülh istəyir. İndi burada siz bəya bir cümlə işlətdinizə, deməli Köçəryanın bu ətrafını bu qədər yığışıblar. Ən son seçki qabağı reytingi sizə söyləyeyim. Paşinyanın deməli partiyası, mülki müqavilə partiyası 24,3%. Bəli. Təxminən 2 dəfə az. Bəli. 11,3%. Yaxşı, Koçaryanın partiyasına qədərdir, üzr istəyirəm, bircə dəqiqə. 5,5%. Bəs Karapetyan? Karapetyanın 11,3%. İkinci yerdədir. Bəs Sarukyan? Onlar da aşağıdır, 5,5%. Yox, 7-dir. Toplayanda gəlir o koalisyon hökumət qura bilər. Niyə bunu göz altına almırıq biz? Koalisyon hökumət məsələsində bir şey yaddan çıxarmayırsınız. 2020-ci ildə həmin bu Paşinyan ağ bayraq qaldırdı da, kapitulyant. 2021-ci ilin iyun ayında parlament seçkilərində dünyanın harasında görmürsünüz ki, xalq məğlub liderinə səs versin. Xalq Paşinyana səs vermədi. Xalq müharibənin əleyhinə səs verdi. Başa düşdüm, amma... İndi də xalq gözəl bilir, cənab prezident xəbərdarlıq elədi. Mən anlayıram, amma siz rəqəmləri dediniz, mən o rəqəmləri, əgər bunlar birləşsə üçü də Rusiyanın sifarişi ilə işləyənlərdir. Siz onda sözünüzdən belə çıxır ki, erməni xalqı müharibə istəyir və müharibəyə hazırdır. Mən elə gəlir ki, erməni xalqı həmişə müharibə istəyir. Xeyr, sadəcə olaraq iki fərq var. Ya Paşinyan kimi düşünürlər ki, güclənək sonra başlayaq, ya da Koçaryan ki, belə indi başlayaq. Yox, siz axı 2020-ci ildə nəticələrini görmədiniz. Mən gördüm, erməni görmədi. Sizin məntiqiniz nə? 2021-ci ildə Paşinyan uduzmalı idi. Çünki xalq müharibə istəyir. Baxın, indi axı Rusiya faktoru da var. Rusiya faktoru həmişə var, indi deyil, həmişə var. Onda Rusiya qabağına çıxartmamışdı Koçaryanı. Üstə gəldi 2021-ci ildə. 2021-ci ildə kimi çıxartmışdı? 2021-ci ildə Rusiya daha güclü idi. Sarkisyanı. Kimi çıxartmışdı? Sarkisyanı. Gördü, alınmır, indi Koçaryan kartını işlətdi. Və eyni zamanda Samvel Karapetyan. Yadınızda saxlayın ki, Qarabağ elitasına, Qarabağdan gələnlərə Ermənistan cəmiyyətində çox mənfi münasibət var. Bəs Karapetyana? Karapetyana gəldi, əvvəl o ev dustağıdır, hələ bir şey dediyim sizə. Fərqi yoxdur, partiyasının üzvləri düşsə koalisyon hökumət. Amma siz Karapetyanı da bir mənalı Köçəryan kimi, elə Rusiyanın əlaltısı kimi, onun şey kimi də qəbul eləməyin. Bəs necə qəbul edin? Yəni siz bir mənalı onu Rusiyanın əlinin altında işləyən, o cür təqdim eləməkdir. Biznesi taşır oradadır da, burada görür ki, İrəvanda bir dənə su köşkü də yoxdur. Hər halda Köçəryan Putinin dostudur. Bir pizza satılan mərkəzi var. Hər halda o yox, Köçəryan. Bəs ondan gedir söhbət. Koalisyon hökumət qorxusu var, Paşinyanın da qorxusu var. Mən heç demirəm, belə olacaqdı, amma bu qorxunu biz riski də nəzərə alaq.